Cənab müəllimə, elə siz mikrofonunuz açıqkən Mən kimsə desin, mən uşağa bir dənə yemək çəkim. yaxşı. Gəlirəm. Onda Nərgiz müəllimə, demək siz bizə deyin, hansı temperaturda hansı bitkilər bitir kənd əkinçilikdə? Salam müəllimə. Salam müəllim. Deməli, hansından başlayım? 1200-dən. Hə. Deməli, orta skalı temperaturların cəmi əgər 1200 dərəcə ondan aşağıdırsa, bu zaman əkinçiliyi inkişaf etdirmək çətin olur. Ancaq 1200 ilə 4000 dərəcə arasında olduqda isə həmin ərazilərdə, yəni məsəl üçün mülayim qurşaqda taxıl bitkiləri əkmək üçün əlverişli şərait var. Sonra kətandır, kartofdur, bunların üçün əlverişli şərait vardır. Sonra tropik ümumiyyətlə əlverişsizdir. Subtropik də xüsusilə Aralıq dənizi iqlim tipində sitrus meyvələrini misal göstərə bilərik, zeytunçuluğu misal göstərə bilərik. Sonra üzümçülüyü misal göstərə bilərik. Əgər tropikin də səhralarında əlverişsizdir, çünki torpaq örtüyü buna imkan vermir. Humus qatı ilə olduqca, yəni zəifdir. Tropikdə isə bəzi bitkilər əkmək üçün əlverişli şərait vardır. Məsələn, kakaodur, qəhvədir. Həmçinin subekvatorialda da ola bilər, çaydır. Məsələn, Şri-Lankada falan. Sonra bir də 8000 dərəcədən yüksək olduğu ərazilərdə, məsələn, pambıqçılıq üçün əlverişli şərait vardır. Misirdə, ABŞ-ın tropikə düşən hissələrində, Çinin özündə. Burada da tropik bitkiləri əkmək üçün əlverişli şərait vardır. Sonra Bir də bizə danışın, aqroiqlim ehtiyatları dedikdə nə nəzərdə tutulur? Aqroiqlim ehtiyatı dedikdə, yəni temperaturun 10 dərəcədən yuxarı olduğu, orta skalaq temperaturun 10 dərəcədən yuxarı olduğu şərait nəzərdə tutulur. Bu zaman həm də baxılır ki, bitkilərin inkişaf dövründə olan yağıntıların miqdarına, qar örtüyünə, şaxtalı günlərin sayına, bunlar hamısına Qarın yerdə qalma müddəti. Bəli. Bunlar. Çox sağ olun. Demək, keçək Səadət müəllimə. Səadət müəllimə, bizə danışın, əmtərlik bir də istehlak elə bil ki, təsərrüfatın növlərindən, kənd təsərrüfatının əmtərlik, bir də istehlak. Səsim gəlir müəllimə sizə? Səsi də açıqdır. Səsi açıqdır. Sadəcə müəllimə, məni eşidirsinizsə? Müəllimə, olar birazdan cavab verim mən. Olar. Mən deyim. Deyirəm, amma deyirəm. Aha. Həyat müəllimə, siz deyin. Nə idi sual? Əmtərlik, bir də ki, istehlak növü kənd təsərrüfatının. Kənd təsərrüfatının iki tipi əmtərlik. Əmtərlik ixrac istiqamətlidir. İnkişaf etmiş ölkələrdə intensiv təsərrüfat sahəsi üçündür. Sonra bir də istehlak isə elə bir ki, kənd təsərrüfatı, əkin sahələrinin genişləndirilməsi, heyvanların sayının artırılması inkişaf etməkdə olan ölkələr üçündür. Yəni istehlak üçündür. Bəli. İnkişaf etməkdə olan da istehlak tipdə. Yaxşı müəllimə, siz bizə danışın bir də yaşıl inqilabdan. Yaşıl inqilab nədir? Yaşıl inqilab elə bir ki, eti dövründə baş veribdir, yaşıl inqilab. Kənd təsərrüfatının müasir üsullarla, aqrotexnika vasitəsilə yenilənməsidir.
yüksək məhsuldarlıq üçün, yeni bitki sortlarının artırılması üçün. Bəli. İlk olaraq yaşıl inqilab harda həyata keçirildi? İnkişaf etmiş ölkələrdə Belə deyək də, konkret olaraq ərazi deyin. ABŞ-da, Kanada, Avstraliya, Bəli. İkidən sonra sonra bəs hara keçdi? Argentina, Rusiya, bura Latın Amerikası ölkələri. Bəli. Mən deyirəm, bəs ET dövründən sonra yaşıl inqilab hara keçdi? Hansı istiqamət, hansı ərazilərə keçdi? ET-dən sonra Latın Amerikası ölkələrinə, Cənub Asiya, Şərqi Asiya, Cənub-Şərqi Asiya ölkələrinə. Bəli. Yaşıl inqilab hansı ölkələrdə var və hansı sahələrə tətbiq edilir? Məsələn, Yaşıl inqilab. Braziliyada. Bəli. Bu Braziliyada. Dimin sualıdır bax. İstəsəz mən deyim. Braziliyada qəhvədən şəkər qamışına, sonra Argentinada, elə Latın Amerikasından davam eləyək də, Argentinada taxıla tətbiq edilir. Sonra keçək bu tərəfə Asiyaya. Asiyada Hindistanda çay, şəkər qamışı, çəltik, İndoneziyada yenə çəltikdən İndoneziyada bir də kauçuka, təbii kauçuka. Türkiyədə isə taxıl, pambıq, tütün. Bax, bunu yadınızda saxlayın. Dim sualıdır bu. Elə bil ki, tətbiq edildiyi bitkiçilik sahələridir. Çox sağ olun müəllimə. Şəlalə müəllimə, siz bizə, mən bitki deyəcəm, siz əkildiyi yerləri deyin. Bax, siz elə bir buğda, çəltik, qarğıdalı. Bəli, buğdanın vətəni Da var. Fransadır, Yo. ABŞ. Mən deyirəm, bərk buğdanın vətəni, bir də ki, yumşaq buğdanın vətəni var. Bərk buğdanın vətəni şeydir, Efiopiyadır, Efiopiya. Yumşaq buğdanın vətəni isə Cənubi Qafqazdır. Ərazisinə düşür, Gürcüstan ərazisinə düşür. İndi buğdanın əkildiyi yerlərdən danışın. Bəli, buğda ən çox əkilir Fransada, ABŞ-da, sonra Avstraliyada, Fransada əsas 5 əsas ölkə var idi, həm də ixrac eləyirlər. Çin, ABŞ, Hindistan, Fransa, daha neydi? Kanada, Argentina, bütün demək olar ki, Asiya ölkələrinin əksəriyyətində. Sadəcə orada bir şey deyim ki, siz dediniz ixrac edirlər. Çin ixrac etmir, əksinə alır əlavə olaraq. Bəs çəltik harda əkilir? Çəltiyin vətəni ən çox Cənub-Şərqi Asiya ölkələri Çindədir. Ondan sonra Vyetnamdadır, Taylanddadır, İndoneziyadadır, Hindistandadır çəltik əkinləri. Bangladeşdə var müəllim, həm də idxal eləyir deyəsən onlar. Bəli. Yaxşı, qarğıdalı. Qarğıdalın vətəni bu əsas bu qərb yarımkürəsi, yəni nədir? Kanadada, Meksikada, Braziliyada, Argentinada bu tərəf Amerika qitəsidir. Bəli, əsasən burdadır. Yaxşı. Bəs pambıq? Pambıq Özbəkistandır, Türkmənistandır, Braziliya dövlətində var. Ondan sonra mənim Türkiyədə var. Sonra pambıq Ərəb ölkələri, Sudanla Misirdə var. Bəli, Misir xüsusilə fərqlənir, Sudan da fərqlənir. Son olaraq müəllimə, mənə şəkər qamışından şəkər çuğundurunu fərqləndirin. Şəkər qamışı ən çox tropik. Ondan sonra muson, bir də yerdəydi mənim. Tropikdə, subekvatorialda da əkilə bilər şəkər qamışı.
Tropikdə də Bəli. əkilə bilər. Bəs şəkər çoxunduru. Şəkər çoğunları ən çox mülayim qurşaqda yerləşən Rusiyadır, Ukraynadır, Polşadır, ondan sonra Almaniyadır. Hə. Bu Yəni ölkələrdə. buradan belə bir nəticəyə gəldik müəllimə. Şəkər çuğunduru. Biraz Elə bil ki, çuğundur. Daha çox hansı ərazilərdə əkilir? Yəni bölgə olaraq daha çox Avropaya, yəni mülayim enliklərdə, digər şəkər qamışı isə subekvatorial, tropik enliklərdə əkilir. Çox sağ olun müəllimə. Gülyanə müəllimə danışa bilirsiniz? Bəli, bir təhər danışacağam. Buyurun Aha, müəllim. bir təhər onda deyin. Kətan, çay, qəhvə, kakao. Hə, kətan da müəllimə şəkər çoğunduru kimi o da şimal mülayim enliklər daha çox yayılıbdır. Deməli, Amerikada, Kanada idi. Rusiya idi bütünlükdə. Sonra bir də Avropa ölkələrində kətan var idi. Bəli. Qəhvə, kakao, çay. Hə, çayın vətəni Çin idi, qara çayın, yaşıl çayın da vətəni Şri-Lanka idi. Daha sonra orada Çindən nə idi? Ay, sana vermedi. Bir dəqiqə. Hə, Məhəmməd, elə bil ki, çayın vətəni əsas Çindir. Şri-Lankadır, Hindistandır, sonra Afrikada bir dənə ölkədədir. Tanzaniya, şərq tərəfdə. Bəli. Sonra nə dediniz müəllimə? Dünyada da var. Qəhvə, kakao. Hə, qəhvə deməli, ixracçıları Avropa, Yaponiya, ABŞ-dır. Ancaq əsas istehsal edənlər, əkənləri Asiyada haraydı? Qəhvə. Asiyada Vyetnam olmalıdır, hə? İndoneziya. İndoneziya, hə. İndoneziya, Amerikada da Kolumbiya, Braziliya. Ama bir kullanmadı. Yox, Kakao? İbrahim. Hə, kakaodakı Côte d'Ivoire idi. K hərfindən yadımda saxlamışam. Kakao, Côte d'Ivoire, Qana, bir də Braziliya. Bəli. Son olaraq kartof, tütün. Hə, kartof demək olar ki, ən çox mülayim hissələrdə, məsələn Rusiya idi, Ukrayna idi, Amerika idi, sonra Argentinada da olmalıdır, Çində, daha sonra əsas bu ölkələr, sonra tütün dediniz. Bəli. Hə, tütün, yadıma salım, tütün. Sözünde. Tütün də Abır. hə, o Kuba. ABŞ, Kuba, Braziliya, eləmi? Bəli. Tamamilə Bəli. doğru. Çox sağ olun müəllimə. Bu hissə də bitdi. Nərgiz müəllimə, siz bizə elə bil ki, heyvandarlığın növlərindən danışın. Hansı hara meyl edir? Bir də südlük ətliyin yayıldığı əraziləri konkretləyin. Heyvandarlığın sahələri qoyunçuluq, donuzçuluq, balıqçılıq və s.dir. Südlük heyvandarlıq var, bir də ətlik heyvandarlıq var. Südlük heyvandarlıq əsasən Avropa ölkələrinə aiddir. Çünki yaşıl ota meyl edir südlük heyvandarlıq. Orada da mülayim dəniz iqlim tipi olduğuna görə daim yaşıl ot olur. Ona görə də burada əsasən südlük heyvandarlıqdır. Həmçinin Avropadan başqa ABŞ-da misal göstərə bilərik. Ətlik heyvandarlığı isə əsasən isti ərazilərə meyl edir. Burada isə yəni quru ota meyl etdiyinə görə xüsusilə Avstraliyanı misal göstərə bilərik. Sonra Argentinanı misal göstərə bilərik ki, o da heyvandarlığa görə fərqlənir. Xüsusilə ətlik. Demək, südlükdə də Şimali Amerikanın hansı hissəsi? ABŞ.
xüsusilə mülayimə Ee, düşən. ABŞ-ın hansı hissəsi? ABŞ-ın şərqi olar da, Bəli, şərq. şərqi Şimal Apalaç şərq. ətrafı. Bəli, həm şimal-şərqi Apalaç ətrafını da göstərə bilərik. Yaxşı. Bəs Cənubi Amerikada hansı hissə? Südlükdə. Bəli, sadəcə südlüyü deyək, çünki ətlik çoxdur da, südlü yazdı. Argentina xüsusilə. Bir də Elə bil ki, Braziliya. La Plata ovalığı və Braziliyanın şərqi müəllimə. Sadəcə və sadəcə şərqi, o cərəyan təsiri göstərən yer var, isti. Bax o Bəli. hissə. Afrika. Afrikada 3 dənə yer deyəcəksiniz, bax. ekvatorial ərazilər olar da yəqin. Yaxşı, mən sizə kömək edeyim. Afrikanın ekvator kəsən gölü. Viktoriya gölü Viktoriya ətrafı. gölünün ətrafı, Madagaskar, bir də bilirsiniz hara? Car tərəfdə. Bəli, Carın şərqi. O Lesotho falan olan yer. Svaziland tərəf. Svaziland Svaziland. tərəf. Avstraliyanın hansı hissəsi? Bərabər rütubətli bol yağıntı düşən şərq hissəsi. Böyük Sarıcı dağları. Bütün Avropanın hansı hissəsini çıxmaqla? Avropada İspaniyanı, bir də İspaniyanı çıxmaq. Portuqaliyanı da çıxırıq, İspaniyanı da çıxırıq. Bir də Norveç, İsveç, Finlandiyanı da çıxırıq. Orada çünki ətlikdir. Norveç, İsveç, Finlandiyada ətlikdir. Heç demək olar ki, məsələn İsveçdə o qədər də yoxdur, çox azdır. Amma Norveçdən Finlandiyada ətlikdir. Rusiyanın elə bil ki, cənub hissələri. Bir də ən əsas Asiyada hansı hissə? Hansı ki orada Hindistan. müqəddəs. Hindistan. Hindistan, bir də ki bu tərəfdən elə bil ki, Hindistan sadəcə. Başqa çünki Pakistan, Bangladeş filan o ərazilər düşmür. Bax bu hissəni yadınızda saxlayın. Onun bütün testlərini rahatlıqla işləyə biləcəksiniz. Şəhadətən və danışa bilirsiniz deyəsən. Bəli. Siz bizə danışın. Elə bil ki balıqçılıqdan marikultur, akvakultur. Balıqçılıq əsasən demək ən qədim demək təsərrüfat sahələrindəndir. Balıqçılıq dəniz sahili ölkələrdə daha çox inkişaf edib. Demək dəniz sahili ölkələrdə məsəl üçün Norveçdir, İsveç, Norveçdədir, Amerika və sair kimi Böyük Britaniya və Yaponiyada. Yəni əvvəllər daha doğrusu belə deyək də, əvvəllər Atlantik Okean sahil ölkələrdə daha çox inkişaf etmişdi. Sonralar isə öz yerini elə bil ki Sakit Okean sahillərinə verdi. Demək akvakultur nədir? Müəllim, dənizdə balıqçılığın inkişaf etdirilməsidir. Demək dənizdə balıqçılığın inkişaf etdirilməsidir. Bəs hardadır? Marikultur bir də onu da görüm nə idi o? Marikultur nə idi? Müəllimə, istəsəz mən deyim. Zəhmət olmasa. Demək müəllimə, marikultur var, akvakultur. Bax bu da qabağıma çıxıb. Akvakulturu yadınızda saxlayın. Akvariumla. Yəni süni şəkildə fermalarda olur. Sizin dediyiniz dənizin içində bir sahəni ayırırlar. Bu marikulturdur. Marikultur. Bir sahəni nə bilim tor falan çəkirlər, ayırırlar da. Oradan balıq hərəkət edə bilmir. Amma dənizin içində hərəkət edir. O marikulturdur. Marikultur. Bir də var akvakultur, akvarium. Baxın, akvarium şəkli. O əsasən məsəl üçün elə bil ki, ölkələrin daxilində də məsəl üçün balıqçılığı inkişaf etməyə, elə bil ki, əvvəllər vətəgələrdə istifadə edirdilər, çaylarda falan da düzəldirdilər. Bunun kimi məsəl üçün indi quru sahələrdə belə məsəl üçün balıqçılığı inkişaf etdirmək mümkündür. Bu akvakultur idi. Yəni balıqçılığın buyurun, yadınızdan inşallah çıxmaz bu akvamari söhbəti. Bunların hamısı nə üçündür? Yəni marikultur
buna şərait yaradır ki, əgər ölkənin dənizə çıxışı olmasa da orada balıqçılığı inkişaf Bəli, etsin. Yəni balıqçılığı inkişaf etdirmək bəli. olsun. Həyat müəllimə, bizə danışın, bilirsiniz nədən? GMO-dan. GMO nədir? Hansı ölkələr becərir, neyniyir? Bundan danışın. GMO geni modifikasiya olunmuş məhsullardır. Becərən ölkələr Amerika qitəsidir. Demək olar ki, Avstraliyadır, Hindistan, Çin bu GMO-nun ərazilərdə. məqsədi nədir müəlliməciyim? Nətər? GMO-nun məqsədi nədir? Ərzaq problemini aradan qaldırmaq. Bəli, dünyada ərzaq problemini aradan qaldırmaqdır. GMO. Çox sağ ol müəllimə. Son olaraq Şəlalə müəllimə bizə orqanik təsərrüfatdan danışın. Şəlalə müəllimə burdasınız? Mikrofonu açın. Aha. Buyurun. Orqanikdən Bəli, orqanik təsərrüfat. Necədir? Orqanik təsərrüfat nədir? orqanik o da kənd təsərrüfatı məhsullarının becərilməsidir. Necə becərilməsi? Elə bir gübrələrdən istifadə eləyirlər becərəndə. Edilmir. Təbii gübrələrdən istifadə edilir. Amma süni gübrə və pestisitlərdən istifadə edilmir. Orqanikdə bu həyətdə, dirikdə əkilən odur da orqanikdə. Bir dənə sual verim sizə. GMO ABŞ-da, yəni ilk dəfə olaraq hansı bitkilərdə tətbiq edilib? GMO. ABŞ-da hansı bitkilərdə tətbiq edilib ilk dəfə? Aha. Bilmirəm. Mən deyim müəllimə, yadınızda saxlayın. Qarğıdalıdır, xiyardır, kartofdur, pambıqdır, bir də ki soyaya. İlk dəfə olaraq bunlara tətbiq olunub. Daha sonraki dövrdə satışa çıxarılıb və getdikcə də artırılır. Və keçən dəfə biz demişdik ki, GMO-nun ümumi artımı dünya üzrə var. Amma və lakin inkişaf etmiş ölkələrdə GMO məhsullarının becərilməsi azalır, inkişaf etməkdə olan ölkələrdə isə artır. Bunu yadınızda saxlayın. Yəni qanuna uyğunluq olaraq hardasa qabağımıza çıxa bilər. Bugün sadəcə nəqliyyat, bir də ki aizlərdən danışacağam. Mən bir dənə sual verə bilərəm. Elə belə sualdır. Deyir ki, kitabdakı cüt məhsulları kətandır, dünya bazarına çıxarılmır. Niyə elə yazır ki? Özləri istifadə edirlər. Cənub-Şərqi Asiya ölkələrində əkilir, elə özləri də istifadə edirlər. Cüt lifli bir bitkidir. Əslində ona toxunmadıq, yaxşı ki dediniz. Cüt lifli bitkidir. O biz görürük ki, səbətlər filan həsirdən toxunur. Bax, odur da yəni cüt. Məsəl üçün bir Amerikalı cütdən toxunan səbətdən neynəsin də? Yəni ehtiyac yoxdur da ona. Kətanı da müəllim izah eləyəndə deyir ki, qaba lifli, bilmirəm nədir? Qaba lifli. Liflidir. Tam özü də Salsa məsələn. Bəli. Sizal. O da qabadır. Elə deyir. Sizal. Nə deyirsiniz? Sadət. Sizal. Salsa. Sizal məncə. Sızal, üzr istəyirəm, sızal, hə. Salca ayrı şeydir. O da. Çarxının o şeydədir. Relyefdə, vulkanlarda nə ediyorlardı? Bunlar hamısı, yəni kətan da həm liflidir, həm də ki texniki bitkidir. Kətandan parça məqsədilə istifadə olunur. Uca cütdandır. Demək olar ki, yəni ancaq səbət hazırlayırlar da. İndi suallarımız bitdisə, gəlin bir nəqliyyata nəzər yetirək. Ümumiyyətlə, baxın, bu çox önəmli bir cədvəldir, dərslikdə verilən cədvəldir. Gəlin birlikdə buna baxaq. Demək, elə bil ki, nəqliyyat növlərinin yük daşıma, bir də ki, sərnişin daşıma üzrə paylanmasıdır. Baxın, yük daşımada birinci yerdə dənizdir, ikidə avtomobildir,
sonra borudur, sonra dəmir yoldur, dəmir yoldan sonra elə bil ki, çay, hava. Yəni təzədən deyək, demək, birinci yerdə dəniz, dəniz D, A, yəni dəniz, avtomobil, sonra B, boru kəmər, sonra təzədən D, dəmir yol, bir də ki, çay, bir də hava olaraq bölünür. Sərnişin daşımada isə birinci yerdə avtomobildir, avtomobil. Avtomobildən sonra dəmir yoldur. Dəmir yoldan sonra elə bir çaydan hava eyni qədərdir, 3% bərabərdir. Çox az da dəniz elə bil ki, əsas yer tutur. İndi gəlin, mən bunların bir-bir sizə xüsusiyyətlərini danışım. Birincisi daha doğrusu dəmir yoldan danışım. Dəmir yol, yəni metro da dəmir yola aiddir. Son dövrlərdə necə deyərlər, əhəmiyyəti çox artıb. Xüsusilə bu sürət qatarları Fransadan Yaponiya bir-biri ilə yarışır. Elə bir Fransa daha irəlidədir. 585 kilometr bölünsün saatda. Yaponiyada səhv eləmirəmsə 581 kilometr bölünsün saatdır. Nələrin sürəti, qatarların sürəti. İndi bir də var, məsələn, son dövrlərdə Böyük İpək yolu bərpa olunub. Bir də Sinqapur, Bangkok, Pekin, Yakutsk, Bering dəniz tuneli, Vancouver, San Francisco bunu birləşdirən böyük bir layihə var ki, bu da elə bil ki, dəmir yolunun əhəmiyyətini göstərir. Və dəmir yolda bilirik ki, daha çox böyük ölkələrdə dəmir yolların uzunluğu çoxdur. Amma məsəl üçün Belçikadır, sonra Hollandiya kimi ölkələrdə, Yaponiya kimi ölkələrdə isə dəmir yolunun sıxlığı çoxdur. Yəni bunları bir-birindən fərqləndirər. Sonra gəlir avtomobil yolu. Avtomobil yolunun ən əsas baxın, yəni necə deyərlər, kurikulum müəllimi kimi olur. Açar sözü odur ki, məhsulun qapıdan qapıya daşınmasını təmin edir və ara yollarda yükü boşaltmır da, belə deyək. Məhsulun qapıdan qapıya daşınmasını təmin edir və avtomobil yollarının gördüyümüz kimi hər ikisində, yəni həm yük daşımasında, həm də sərnişin daşımasında xüsusi əhəmiyyəti var. Sonra keçirik avtomobildən sonra boru kəməri. Boru kəməri odur ki, yəni boru kəməri harda ki, belə deyək də, neftdir, qazdır, bu çıxarılır, həmin ərazilərdə boru kəmər nəqliyyatı inkişaf edib və belə deyək də, ən məşhuru Əlcəzairlə Fransanın arasında olan boru kəməridir ki, qaz daşınması üçün istifadə olunur. Aralıq dənizinin altından keçir həmin nəft. İndi boru kəmərindən sonra gəlirəm dəniz. Dəniz gördüyünüz kimi yük daşımada birinci yerdədir. Elə dənizdə də əvvəllər Sakit Okean birinci yerdə idi. Son dövrlərdə isə Atlantik Okeanın, indi dəniz limanlarına baxacağıq. Elə bir ki, Atlantik Okeanın rolu artıb. İndi bu dəniz yolunda da var frakt, dəniz ticarətində istifadə olunan haqdır. Bir də indi gələcəkdə deyəcəyik ekoloji təcavüz siyasətidə bu da eyni formada olur. Yəni ucuz bayraq strategiyasından istifadə edir əksər inkişaf etmiş ölkələr. Onlar məsələn ABŞ-dır, Yaponiyadır kimi güclü ölkələr, Liberiya, Panama kimi ölkələrin bayrağından istifadə edir ki, daha ucuz başa gəlsin. Və son dövrlərdə də belə deyək də, ümumiyyətlə nəqliyyat növlərində yeni bir sahə yaranıb. Bu da konteynerləşmədir. Konteynerləşmə yükün konteynerlarda daşınmasıdır. İndi gəlin dəniz ticarətini belə deyək də, dəniz nəqliyyatını əsas əks etdirən bu xəritəyə diqqətlə baxaq. Burada dəniz limanları təsvir olunub. Gördüyünüz kimi Valdezdir, Vancouver, Seattle, San Francisco, Los Angeles bunlar elə bil ki Sakit Okeandadır. Sonra Houston'dur, New Orleans'dır, Tampa'dır, Philadelphia, New York'dur. Bunlar elə bil ki ABŞ-ın Atlantik Okean sahilindəki limanlarıdır. Məsəl üçün Meksikada var Tampico. Keçən dəfə Nərgiz müəllimə də bizim qrupda açıqlama vermişdi. Demək, Tampa ABŞ-ındır, Tampico Meksikanındır. Bunu necə fərqləndirək? Tampico
Meksikanın paytaxtı Mexikodur. Oradan yadınızda saxlayarsınız ki, onun dəniz limanı da Tampicodur. Sonra var Santusdur, Tubarandır. Bu da elə bil ki, Cənubi Amerikada yerləşir. Sonra nədə? Avropada London, Amsterdam, Rotterdam, Hamburg, Antwerpen, Havr. Sonra burada məsəl üçün Sankt-Peterburq var. Sonra İstanbulun özü. Sonra burada Fransanın Marsel limanı var. Məsəl üçün Fransanın Havrı yerləşir Atlantik Okean sahilində. Marsel isə Aralıq dənizi sahilində yerləşir. İtaliyada məsəl üçün Genya var, Rusiyada Novorossiysk var ki, Qara dəniz sahilində yerləşir. Ərəb ölkələrində Minaya-Ləhməti, Xark, bir də ki Rastanura. Bax, məsəl üçün İskəndərun Türkiyənin limanıdır. Amma İskəndəriyyə isə Misirin limanıdır. Belə bunlar qarışır həmişə. Sonra var Richard Bay, o da ki Carın ərazisində yerləşir və gəlirəm bura, Cənub-Şərqi Asiyaya, Sinqapur, Avstraliyada isə Dampiçdir, Port Hedlanddir. Newcastle necə də Amerika adına oxşasa da, bu Newcastle Avstraliyanındır. Yəni Yeni Orlean ABŞ-ındır, amma Newcastle isə Amerika adına oxşasa da, bu Avstraliyanındır. Məsəl üçün burada var Ulsanla Pusan. Bu ikisi Koreyadadır. Qalan Yaponiyadan Çini çox qarışıq salırlar. Tokyo, Chiba, Kawasaki, Yokohama, Nagoya, Kobe, Osaka, Küreden, Kitakyusü Yaponiyanındır. Baxın bu sıra. Amma baxın Tianjin'dir, Qingdao, Şanxay, Ningbo, Tiangan, Guangzhou və Kaohsiung bunlar Çinindir. Belə deyim də, bunları əslində düşünürəm fərqləndirmək o qədər problem deyil. Yaponiyadan Çinin təxmini olaraq bir-birindən fərqləndirə bilərik. Sadəcə Ulsanla Pusanı çıxın. Bunlar Koreyanındır. Yəni bu nə ilə əlaqəsi yoxdur. Yaponiya ilə əlaqəsi ya da ki Çinlə əlaqəsi yoxdur. O şəkildə fərqləndirə bilərsiniz. Bununla yanaşı məsəl üçün müxtəlif nələr var ki, boğazlar var ki, çox hədsiz dərəcədə elə bil ki, yüklər daşınır. Bunlardan biri Panamadır. Panama çox önəmlidir, Panama kanalı. Sonra burada var Süveyş kanalı. Sonra Cəbəlü Tariq boğazı. Cəbəlü Tariqdən başqa məsəl üçün burada Türkiyənin Bosfor, Dardanel ərazilərindən də Avropa ilə Asiyanı birləşdirdiyi üçün çoxlu miqdarda yüklər həmin hissədən keçir. Son olaraq gəlin buradan baxaq hava nəqliyyatına. Hava nəqliyyatı, baxın, gördüyünüz kimi hava nəqliyyatına gəlin diqqət edək. Hava nəqliyyatı burada yük daşımada 1%dir, sərnişin daşımada isə 3%dir. Bu hava nəqliyyatının belə bir nəyi var ki, daha necə deyərlər, daha baha qiymətədir, amma sürətli şəkildə çatdırılmanı həyata keçirir hava nəqliyyatı və ən gənc dinamik növdür. Əsas beynəlxalq hava limanları ABŞ-da Atlantada Hartsfield-Jackson, bir də Chicagoda O'Hara, Çində Pekində Şou da var, Avropada London Heathrow, Frankfurt Rhein-Main, bir də bu tərəfdə Parisdə Charles de Gaulle var, bir də Yaponiyada da Haneda, Tokyoda əsas hava limanlarıdır ki, və hava limanları daha çox sərnişin daşımada əhəmiyyət kəsb edir, 3%dir. Bu da belə deyim sizə, yəni daha sürətli çatdırılmanı həyata keçirir və qitələr arası sərnişin daşımada əsas yer tutur. Bir də var, məsəl üçün beynəlxalq əlaqələrdə buna aid məsələlər olur. İxrac, çıx, idxal bərabərdir saldo. İxrac, çıx, idxal bərabərdir saldo. İxrac, belə deyək də, ixrac bilirik ki, satdığımız məhsuldur, idxal isə aldığımız məhsuldur və bunların fərqi də saldoya bərabərdir. Əksər inkişaf etmiş ölkələrdə saldo müsbətdir. Amma bəzi ərazilər var ki, bunu yadınızda saxlayın,
ABŞ-dır, Fransadır. Bunlarda bir Almaniyadır. Bunlarda belə deyək də, nədir? Mənfidir. Səbəbi odur ki, daha çox məhsul alması ilə əlaqədardır həmin ölkələrin. İndi keçək azad iqtisadi zonalara. Faizlər əslində əhəmiyyətlidir, amma istəyirəm ki, gəlin burada müqayisəli şəkildə bunu öyrənək. Azad iqtisadi zonadır və faizlər ümumiyyətlə belə deyək də, gömrük rüsumlarının olmadığı, ticarət məhdudiyyətlərinin olmadığı bir ərazidir. Faizə ilk dəfə Kyoto şəhərində beynəlxalq rəsmi olaraq tərif verilib və faizlərin yaradılmasının yenə əsas məqsədi dediyim kimi nəqliyyatı inkişaf etdirməkdir. Bir şey yadınızda saxlayın, bax bu testdə qabağıma çıxıb. Faizin inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında bir fərqi var yaradılmasının. Demək, birinci, inkişaf etmiş ölkə üçün iqtisadiyyatdakı qeyri-bərabərliyin aradan qaldırılması. Bax, bunu yenə deyirəm, yadınızda saxlayın. İnkişaf etmiş ölkə üçün əsas əhəmiyyəti odur ki, iqtisadi qeyri-bərabərliyin aradan qaldırılması. İnkişaf etməkdə olan ölkələr üçün isə əsas məqsəd xarici investisiyanı cəlb eləməkdir. Bax, bu yenə deyirəm, qeyri-bərabərliyi qaldırma arada. Əslində, belə məntiqdən mən fikirləşirəm, bu ikisi də inkişaf etməkdə olan ölkəyə aiddir. Amma fərqləndiriblər. İnkişaf etmiş ölkə üçün qeyri-bərabərliyi aradan qaldırmaq, inkişaf etməkdə olan ölkə üçün yeni investisiyalar cəlb eləməkdir ölkəyə. İndi məsələn Azərbaycanda da ələt faizi var. İndi gəlin baxaq faiz olan ərazilərə. Baxın, Latın Amerikasında ABŞ-dır, Kanadadır, Meksikadır. Baxın, bu nə deyirlər də, buna banan respublikaları deyirlər də, bax bu ərazidə. Burada Dominikanda 58 dənə faiz var. Bax, bunu yadınızda saxlayın. Cənubda da Braziliya, Argentina. Bu çox yadda qalacaq. ABŞ, Meksika, Kanada, Braziliya, Argentina. Bir növ deyərdim ki, federativ ölkələri əhatə edir. Venezuelanı falan çıxırsan da. Bax, bu Dominikanı yadınızda saxlayın. Sonra gəlirəm bura. Avstraliyada məsəl üçün 10 dənə var. Keçirəm Afrikaya. Afrikada ən çox faiz olan ərazi Kenyadır. Bax, Kenya. Avropada ən çox faiz var Çexiyada. Fikir verin, bu hissədə Çexiyada. Və dünyada isə ən çox faiz Hindistanda var. 341-ə bərabərdir. İstəsəz yenə deyim, faizə ilk dəfə Kyoto şəhərində rəsmi olaraq tərif verilib. Banan respublikalarından Dominikanda faiz var. Afrikada ən çox faiz və deyərdim ki, burada Tunisdə də var, amma belə ən çox faiz Kenyada var. Dünyada ən çox faiz Hindistanda var. Avropada isə ən çox faiz Çexiyada var. Bu da bizim faizlərimizdir. Həmçinin baxın bu Hong Kongda da 7 dənə faiz var. Hong Kongda Çinin tabeliyində olan bir muxtar bir ərazidir, belə deyək, Hong Kong. Burada da fikir verin, 7 dənə faiz var. Bu da faizlərlə bağlı olan məlumatdır. Yəni sadəcə müqayisəli şəkildə bunu öyrənməyiniz kifayət edəcək. Biz evə vermişdik, səhv eləmirəmsə, dimdən testlər vermişdim sizə. Oy, ikinci hissə açılıb. Aha. Dimdən Dünya sənası idi müəllim, 186 sual idi. Biraz da əhalidən qalmışdı. Əhalidən sualınız varmı? Bu şeydir, 23-ündür bax. İkinci hissə 24 çıxmıyor. İkinci hissə 24. Yox. Birinci hissə 23'dür, ikinci hissə 24'dür. Hə. Yanıb önünə səhv dedim mən. Birinci hissə 23, ikinci hissə 24. Məndəkilər də elədir. Bəli, Məndə də əhalidə sualınız varmı? Bax. Mən ikinci hissəni soruşdum müəllimə sizdən. İkincinin havasıyam. İkinci 24. Hə, yaxşı. Məndə bir dənə
Əhalinin sonundakı məsələlər problemi var. Hansı hissəsində? Əvvəlini işləmişik. Ən sonunda açıq suallar yoxdur. Onlar. 28-dən başlayır, yoxsa 20-dən? Heç baxmamışam. Neçədən başlayır? Sondadır. Baxım görək. Dünya əhalisi. Müəllimə, 50 sualdan neçə məsələ düşər? 5 dənə düşər. 5-6. Baxdıq. Nə bilim 227-dən o yana, 27-dən də yox, 25-dən. Məsələdir də, axırı hamısı məsələdir. 225. Müəllimə, bu çox asandır. 225. Bunu necə edək? Ölkədə əhalisinin təbii artımı təxmin. Təbii artım 1000 nəfər, illiklə artım. Bundan sonra o miqyas məsələləri zadı götürürəm. Bunu heç cür məsələni oxuyun. Məsələni oxuyun. Ölkədə əhalinin sayı 8265 min nəfər. Təbii artım 1000 nəfərə 8 nəfər olmuşdur. İllik mütləq artımı hesablayın. Bəli. Necə hesablayırdıq? Bu o biri tərəfdə eynisinin qapalısını işləmişik. Yazırdıq. 8 milyon 265 minə x, minə də 8. Bitdi. Bu qədər. O birisi də elədir. O birisi də elədir. Başqa? O x söhbətini mən başa düşə bilmirəm də. Müəllimə, baxın, 1000 nəfərə 8 nəfər artırsa və 8 milyon 265 minə nə qədər artır? Bax, bu sualı cavab veririk sadəcə. Aydın oldu mu bu? Bunların həlli. Olsa göz qabağında müəllim 1000 nəfərə 8 uyğundur da. Ondan sonra da o birisi olar. 8 milyon 800 minə də x olur. Yaxşı. Sonra bu da eyni şəkildədir. Elə bir yazırıq minə -2, 130 milyona da x. X-i tapıb 130 milyondan çıxırıq. Çünki artım -2-dir. Artım -2-dir. Bəli, çıxanda da üstünə gəlirik, yoxsa elə çıxırıq? Çıxırıq. Sadəcə çıxırıq da. Yəni 130 mən milyona mən deyirəm ki, çıxırıq. Həmçinin normalda üstünə gəlirdik, indi çıxırıq. Burada baxın, deyir dəmir yolunun uzunluğu verilib, orta sıxlıq verilib, sonra əhalinin orta sıxlığı verilib, deyir ölkə əhalisinin sayını tapın. Həyat müəllimə, dəmir yolunun sıxlığı nəyə bərabərdir? Nətər başa düşmədim. Dəmir yolunun sıxlığını tapmaq üçün nə edirik? Ölkənin ərazisi bölünür dəmir yolunun sıxlığına. Mən deyirəm, dəmir yolunun sıxlığı nəyə bərabərdir? Baxın, dəmir yolunun sıxlığı bərabərdir. Dəmir yolunun uzunluğu bölünsün ərazinin sahəsi. Belə yazım, ərazi. Bax, buna görə, bu verilənə görə də dəmir yolunun sıxlığı var, uzunluğu var. Ərazini tapırsınız. Uzunluğu bölürsünüz sahəyə. Tapdınızmı ölkənin ərazisini? İndi də deyir, ölkənin əhalisini tapın. Ölkənin əhalisi də bərabərdir, yəni sıxlığı bərabərdir. Əhali böl ərazi. Buradan da əhalini tapmaq üçün ölkənin elə bil ki, əhalisini tapmaq üçün ərazinin sıxlığa vururuq. Bax, bu düsturdan ərazini tapıb, gətirib bu bir düsturda yerinə qoyuruq sadəcə. Siz bunları işləməmisiniz, bax. Bu çox pis bir haldır. Çünki hamısı nəyə düşür sizin adına? İmtahana düşür bunlar. Əhali məsələləri nədə də düşür? Yəni, bütün imtahanlarda mən əhali məsələləri görmüşəm. Sonra, burada, baxın, miqyas verilib, xəritədəki sahə verilib. Həqiqi sahəni tapırsınız, həqiqi sahəni. Tapdınızmı? Həqiqi sahəni tapandan sonra əhali də bərabərdir, bayaq dedikdə.
Ərazi bu sıxlıq. Sıxlıq da var, ərazini də tapdınız. Bunları bir-birinə sadəcə vurursunuz. Sadəcə bir-birinə vurursunuz. Sonra deyir ki, ölkə əhalisi 35 milyondur. Bax, bir 35-in 45%-ni tapırsınız. Sonra bir də 35-in 7%-ni tapırsınız. Sonra da bunları bir-birinə üstünə gəlirsiniz. Çünki əmək qabiliyyətli əhali bərabərdir. İşsiz plus iqtisadi cəhətdən fəal əhali. Bu da çox asandır. Bu hədsiz asandır. Bax, bu müxtəlif xalqları hamısını baxırsınız neçə faizdir. 65, 19 edir, 84, üstünə 10 gələndə də 94. Nə qədər qalır? 6% qalır da digər əhali. Bəli. Toplayıb 100-dən çıxırsınız, 6% qalır. Yazırsınız 7.2 milyona 100%, X-a da 6%. Bu da eyni şəkildədir. Rekorda baxın, mütləq şəkildə məsələləri həll edin müəllimə. Olmaz belə. 234. Deyir, Qərbi Avropada əhalinin sayı 190 milyondur. Bax, yenə deyirəm sizə, bu tərəfdəki məsələ var ya, bax. 1000 nəfərə 1 nəfər, 190 milyona X. Buradan X-i tapırsınız, olur Qərbi Avropanın əhalisi. X1, Qərbi Avropa. Sonra X2-ni də tapırsınız, 295 milyona X minə -1. Oldu mu? Amma bir məsələ var da, biri artıb, biri azalıb. Deyir, nə qədər çoxdur? X1-dən X2-ni toplayırsınız. Normalda çıxmalısınız. Amma biri artıb, biri azalıb. Ona görə təbii artım bərabər olur. X1 plus X2. Yaxşı. Sonra, burada da eyni qaydadır. 5 ildən sonra nə qədər olar? Bax, 296 milyona X minə -1 yazıb X-i tapdınızmı? Həmin X-i vurursunuz 5-ə, 5 illik artım tapılır. Burada da azalma olduğu üçün -1. 296 milyondan həmin 5-ə vurduğunuz ədədi çıxırsınız. Müəllimə, rekorda baxın, bu nələrin hamısını işləyin mütləq şəkildə. Burada yenə bax, 63,3 milyona X minə 4. Sonra 62,7-yə X minə də 4 yazıb, ikisinin ayrı-ayrı artımını tapıb bir-birindən çıxırsınız. 37-də eynidir. Bu çox rahatdır. 60% əmək ehtiyatı var. 40-ın 60%-ni tapırsınız və 40-ın 60%-i tapanda olur 24 milyon. 24 milyonun 75%-i 3-cü, 4-cü sektorda işləyir. 1-ci, 2-ci sektorda da 25% işləyir. 24 milyonun 25%-ni tapırsınız. Sonra burada 239-da deyir ki, ölkə əhalisi 6 milyon 285 mindir. Daha doğrusu 62 milyon 850 mindir. İllik təbii artım da minə 4'dür. Əhalinin sayının illik artımı 0,6% olarsa mexaniki artımı tapın. Bir dəfə 62.850 minə X, minə 4 yazıb tapdınızmı artımı? Sonra yazırsınız 62.850-yə 100%, X-a 0,6. 0,6. Sonra o iki ədədi bir-birindən çıxırsınız. Deyir ki, ölkənin əhalisi ilin əvvəlində bu qədər olub, ilin sonunda bu qədər olub. Miqrasiya hesabına 12,9 artmışsa, təbii artımın ilərisində müəyyən edin. Müəllimə, bu çox asan. Bunu bundan çıxırsınız, bu iki rəqəmi. Ondan da 12,9'u çıxırsınız, qalan da təbii artım olur. Bunların hamısını işləyin. Bax, tək-tək izahını verdim. İşləməyə, yəni hardasa ilişəndə müəllimə, mütləq şəkildə qrupa atın. Bu məsələləri bilmirəm deyib üstündən keçməyin. Buna axı keçmişik biz. Niyə bir sualınızı, iki sualınızı boş yerə yandırırsınız ki, nədir deyə, çətindir deyə. Heç biri çətin deyil. Bunlar əksinə asandır. Xüsusi bir düsturu, bir şeyi yoxdur. Xahiş edirəm bunları işləyin və qrupa atın. Bax, baxacam sizin. Dəftəri də atın mənə şəklini ki, hə, bu məsələni belə elədim. Yaxşı, müəllimə? Yaxşı.
Dünya iqtisadiyyatının ümumi coğrafi səviyyəsini vermişdim. Bəli. Burada var idi 89 test. Dünya sənayesini nə keçməmişdik də, hə? Yəni bunu keçən dəfə vermişdiniz. Bildim. Keçən dəfə. Sonra dünya sənayesi 189 sual idi deyəsən. Hə, yadıma düşdü müəllimə. Yenə mən çaşdırdım. O siz düz Dünya deyirsiniz. təsərrüfatı elmi texnika keçən dəfə 89 sualı eləmişdik. Bəli, ondan əvvəlki dəfə vermişəm. Yadıma düşdü müəllimə. Hə, yadıma düşdü. Burada bir dənə Bəli. dünya iqtisadiyyatının ümumi coğrafi səviyyəsində məndə axırda 5-10 dənə qalıb, onu da işlətəcəyəm. Bir dənə 169-u başa düşmədim mən. Aha. Deyir ki, müəllimə, burada səbəb nəticə. Hə, maraqlıdır bu. Çox gözəl sualdır. Çinin sənaye sahələri ithal xam malına əsaslandığı üçün sənaye məsələləri sahil boyu. Çində belə bir şey varmı? İthalla əsaslanır. Yəni deyir ki, Çin bütün xam malı kənardan alır. Belə bir şey varmı? Məncə burada Yaponiya olsaydı düz olardı. Düz deyirəm mən. Yəni bu səhvdir. Bir getdi. İndi gəlin 2-yə baxaq. Beynəlxalq iqtisadi inteqrasiya nəticəsində o ölkələr müxtəlif təşkilatlarda birləşir. Ölkədə hərbi müdaxilə azalır. Düzdür. Ölkənin təhlükəsizliyini qoruyur. İqtisadi inteqrasiya. Demişdik ki, bax bu düzdür ha. Üzvləri iqtisadi siyasəti tək başına həyata keçirə bilmir. Niyə düzdür onu deyim. Dedik ki, tam iqtisadi inteqrasiyaya yeganə nail olan ölkə ABŞ-dır. Onun da ştatları, ayrıca mahalı filan var ona görə. Amazon meşələrini mənimsəmək üçün deyir, Trans-Amazon, yəni səbəb nəticə, Trans-Amazon magistralı çəkilir. Bəli. Amazon meşələrini mənimsəmək üçün deyir, Trans-Amazon magistralı çəkilib, yoxsa? Orada yolu yaxınlaşdırıblar da. Bəli. Müəssisələrdə bütün texnoloji proseslərin vahid mərkəzdən idarə olunması üçün deyir, CIS yaradılıb. Vahid mərkəzdən idarə olunmaq üçün CIS yaradılmayıb da. CIS coğrafi informasiya sistemləridir. Onun əsas məqsədi informasiyanın toplanması, ötürülməsi və emalı ilə bağlı prosesləri əks etdirir. AIZ-lər bu yeni texnologiyanın mənimsənilməsinə imkan yaradır. Bəli. Düzdür, azad iqtisadi zonalarda yeni texnologiyalar mənimsədilir. Bəli, burada heç bir problem yoxdur. İndi gəlin bugün kənd təsərrüfatını işləyək birlikdə. Bəli. Aha. Tez gedək. Səadət müəllimə sizdən başlayaq. Bəli. Demək, kənd təsərrüfatının ixtisaslaşmasının daha çox təsir edən amillər. Təsir edən amillər torpaq olmalıdır, iqlim, relyef, bir də yaxınlıq olmalı. Yem bazası, təbii yem bazası, B variantı müəllim. Düzdür, 1B. Suvarmanın düzgün aparılmamasının nəticəsində şoranlaşma yaranır. Bir dəqiqə. Aparılmaması nəticəsində şoranlaşma, bataqlaşmanın baş verməsi, meşələrin sahəsi, iqlim kontinental torpaqlarının istifadəniz, meliorasiyaya ehtiyac azalır. Hə, A variantıdır mənim. Şoranlaşma, meliorasiyanı başa düşmədim, ona görə oxudum axıra kimi. Şoranlaşma, bataqlaşmanın baş verməsi. Düzdür. Afrikanın ekvator boyu yerləşən ərazilərində kənd təsərrüfatının zəif inkişafının səbəbləri. Burada bir dəqiqə əslində rütubətin bir dəqiqə oxuyasın. Buradakı boz və boz qonur torpaqların məhsuldar olması xeyli səhvdir bu. Keçilməz ifrat rütubət. B variantıdır müəllimə. Tamamilə doğru. Keçilməz meşə, ifrat rütubətlənmə. Aqrar Aha, bu siz demişdiniz bunu, səhv eləmirəm. Aqrar sənaye kompleksi adlanır. Aqrar sənaye kompleksi bir-biri ilə əlaqəli olan kənd təsərrüfatı və sənaye məsələlərinin birliyidir. A variantı.
5. Bir dəqiqə oxuyuram. Kollektor drenaj şəbəkəsi adlanır. Qurum sularını təmizləmək üçün çəkilir bunlar. Beton kanallardır. Bir dəqiqə mən qurum sularının səviyyəsini aşağı salmaq üçün tikilən su anbarları və hidrotexniki qurğular. Elə budur da, mənim yoxsa? Hə, budur. Arid ərazilərdə savunma Bu üçün ambarı deyir. Bu ambar. Yox, arid. Hə, ambar var orada. Bəli, ambar var. Arid əraziləri suvarmaq üçün çəkilən hidrotexniki qurğular. Bir dəqiqə, yox, qurum sularının səviyyəsini qaldırım, yox, bu da deyil. Çay kanal birlikdə yaradılan şəbəkə. Qurum sularının səviyyəsini tənzimləmək, şoran torpaqlarını yuyulmaq üçün çəkilən variantıdır müəllimə. Bəli, bəli, Y variantıdır, düzdür. Çox sağ olun. Siz də sağ olun. Şəlalə müəllimə 6. Sizin cüt. Hə. Dünya bazarına cüt və cüt məhsulları çıxaran ölkələr bu müəllim Bangladeşin Hindistandır, Cənubi Asiya ölkələrindəndir. Bəli, bəli. Çox az. Pambıq, bəli. Pambıq lifi ixrac edən Əsas ölkələr. Pambıq lifi ixrac edən əsas ölkələr. Bu da müəllim Çad, Özbək, Ukrayna heç. Müəllim C variantı Hindistan, Özbəkistan, Pakistanda da var müəllim pambıq. Bəli, düzdür. Argentinada yoxdur deyəsən. Kənd təsərrüfatının inkişafının ekstensiv yoluna aiddir. Əkin sahələrinin genişləndirilməsi, heyvanların sayını çoxaltmaqla istehsalın artırılması. Elə müəllim budur. Əkin sahələrini genişləndirirlər. Düzdür. İşçilərin sayını artırırlar, heyvanların sayını artırmaqla. 9. Əsasən tropik enliklərdə becərilən bitkilər, tropik enliklərdə. Yəni, şəkər çuğunduru mülayimdədir, pambıq, şəkər çuğunduru mülayimdədir, buğda olmaz, şəkər qamışı, arpa, kətan, şəkər qamışı. Yəni, tropik deyir da, şəkər qamışı, qəhvə, təbii kauçuk. Bəli, məsəl üçün mən olsam buradan kətanı çıxardım, kətanı. Bəli. Oradan taxılı çıxardım, oradan yenə çuğunduru çıxardım. Buradan da deyərdim ki, buğdanı hardasa çıxaram. Əsasən tropik demirik də. Ona görə Y bəndi. Ona baxın. 10. Aşağıda verilən xüsusiyyətlər Asiyanın hansı regionuna aiddir? Pamir, Tian-Şan və Altay dağları yerləşir. Altay, Pamir, Tian-Şan. Pambıqçılıq üçün ölkənin birbaşa, bu yəqin ki, Mərkəzi Asiya olar da. Pambıq, Özbəkistan. Da pambıqçılıqdır. Çox sağ olun müəllimə. Nərgiz müəllimə, buyurun. Şəkər çuğunduru əkinlərinin geniş sahə tutduğu düzəlişlər mülayim götürməli. A variantı olur. Şərqi Avropa, mərkəzi düzəlişlər. Taxıla olan daxili tələbatını idxal əsasında ödəyən ölkələr, yəni alır. A-da Qazaxıstanı çıxaram, B-də ABŞ, D-də Avstraliya, Y-də Kanada, C variantı Yaponiya, Gürcüstan, Əlcəzair. Qara torpağı yox. Şəkər qamışı plantasiyaları geniş əraziləri tutan ölkələr, subtropiki seçərəm. A-da Polşa çıxar, elə B-də deyəsən, C-də Kanada çıxar, D-də Finlandiya, Y-də də Belarus. Buyurun. Arid iqlimə malik olan ərazilərdə əkinçilik A variantı suvarma tətbiq etmədən mümkün deyil. Polikultur təsərrüfat, polikulturda çox səviyyəli idi. Y variantı. Çox sağ olun müəllimə. Həyat müəllimə, buyurun. 16 qarğıdalı istehsalı üzrə ixtisaslaşan ölkələr, qarğıdalı. Burada
Monqolistanı burada ABŞ düz gəlir, Meksika düz gəlir, ABŞ, Kanada, Indoneziya. ABŞ C variantı. Tamam. ABŞ, Meksika. Qarğı da 16, C 17. Təbii kauçuk istehsalına görə fərqlənən dövlətlər burada Venezuela çıxaq, B-də Avstraliyanı, D-də Argentin, E-də Malazya, İndoneziya, Braziliya. E variantı. 18 yeni təbii kauçuk istehsalı ilə fərqlənən region və ölkələr bu Cənub, Şərqi Asiya, Malazya, İndoneziya. Y variantı. Düzdür. 19. İri şəhərlərin ətrafında inkişaf etdirilən kənd təsərrüfatı sahələri. İri şəhərlərin ətrafında kənd təsərrüfatı sahələri. Çayçılıq, quşçuluq, bostançılıq, quşçuluq, taxılçılıq, donuzçuluq, qoyunçuluq, tərəvəzlik. Bu nə idi? B variantı. Quşçuluq, taxılçılıq, donuzçuluq. Quşçuluq, donuzçuluq, hə, taxılçılıq yox mənim. Taxıl üçün qara torpaq lazımdır. Burada qoyunçuluq, tərəvəzçiliyin fərqi yoxdur. Tərəvəzçilik. Niyə müəllimə? Tərəvəzçilik, bostançılıq, meyvəçilik. Y variantı. Yox mənim. Burada baxın, tərəvəzçilik. Çatışdım bunu. Bəli, qarışdırdınız, eyb yox. Tərəvəzçilik, südlük heyvandarlıq, bir də ki quşçuluq. Dedik ki, südlük heyvandarlıq şəhər kənarlarında inkişaf etdirilir. Quşçuluq da məlum məsələ, bir də ki tərəvəz. Məsəl üçün A'dan çaya çıxıram. Çay çünki nəyə meyl edir? Elə bil ki çay meyl edir. Torpağa daha çox meyillidir də. Həmçinin qoyunçuluqda otlaqlar lazımdır. Buradan da bostançılığı çıxıram. Bu hissələr qalır, D qalır. 20-yə baxın. Torpaqları əsasən qış aylarında suvarılan ölkələr. Torpaqları qış aylarında. Burada Rusiya olmaz. B-də də Rusiya olmaz. C-də də Misir, Kongo, Indoneziya qış aylarında. Bu da Hindistan, Bangladeş, Tayland. Bunu da bilmədim. C olar. Müəllimə, torpaq Yox, B. C il boyudur. Baxın, torpağı Subekvatorial qışda, bəli, ya subekvatorialdır. Hə. Subekvatorial. Ya elə bir şimalın subekvatorialdır, ya da cənubun subtropiki. Bax, Rusiyanı çıxdım buradan. B-də də Rusiyanı çıxdıq. Taylandda yayda, hə, çıxdım. Hindistan, Bangladeş, Tayland qalır da elə. Braziliya, Kamerun, Avstraliya olmur. Bəli, bu şəkildə. Subekvatorial D variantı. Bircə saniyə mən burada bir şey eləməliyəm. Ekran dolu, rekord alıram. Aha. Gülyan Axmanova, buyurun. 21. Buradasınız müəllimə? Gülyan Axmanova görünür burada. Yox müəllimə, görsənmir. Aha, onda Səadət Hanım, buyurun. Səadət Hanım. O da yoxdur. Baxın. Məndə görünmür. Məndə də görsənir. Neyse, onun da səs çıxmadı. Şəlalə müəllimə 21. Şəlalə mənsəti görüm. Hə, burada. Yox, mən buradayım. Həyat. Evet. Sən, mən 21 idim.
Bəli. Kənd təsərrüfatında su ehtiyatlarından daha çox istifadə edən ölkələr. Bunlar yəni quraq ölkələr olar da. Norveç, İspaniya, Özbəkistan, ABŞ, Avstraliya, Danimarka, Misir, Böyük Britaniya, Hindistan, Sudan, Özbəkistan, Hindistan, Ukrayna, Sudan, İran. Qəribə sual oldu mən. Əlbəttə. Kənd təsərrüfatı Su ehtiyatından daha çox istifadə olunursa, demək bura quraq yerdir deyə fikirləşərəm. Ya da ki, hə də quraq yer. Quraq yer burada Özbəkistan, Sudan, bir də Hindistan olar. Bəli. Burada elə bir qışda istifadə olunur. Məsəl üçün bunu niyə belə elədik? Norveçdə ümumiyyətlə istifadə olunmur. ABŞ-da da dəmiyə var. Dəmiyəsi olmayan yerlər. Burada Böyük Britaniyada da istifadə olunmur, Ukraynada da. Bir dənə D qalır, dəmiyəsi olan ərazilər. 22. Şəkər 22. Şəkər çuğunduru emalı zavodlarının yerləşdirilməsi məqsədə uyğundur. Şəkər çuğunduru emalı. Yüksək urbanizasiya regionlarında mənim şirin su mənbələrinə yaxınlıq. Bir olsun. Xammal rayonlarında, iri istehlak rayonlarında, əhalisi sıx olan rayonlarda. Bunda xammal rayonu. Çuğundur. Mənim çuğunduru bəli, xammal rayonlarında yerləşdirilir. 23. Pambıq becərilməsi üçün tələb olunur. Pambıq becərilməsi üçün tələb olunur. Quru və isti iqlim, suvarma imkanları, rütubətli və isti ekvatorya, çöl zonası, A variantı müəllim. Quru və isti iqlim, suvarma pambığa. Müəllimə bir dəqiqə olar, inşallah müəllimə üzr istəyirəm, sözü kəsəcəm. Mən burada 22-ci sualda şəkər çuğundurunun emalı zavodlar dedik, hə. Yerləşdirilməsi niyə xammal rayonlarındadır? Və tərəvəz konservində də, şəkər çuğundurunda da elədilər. Xammala yaxın yerləşdirir. Məsəl üçün bizdə İmişlidə, yəni cənub bölgəsində neyini əkilir, İmişlidə yerləşdirilirdi. İtkinin qarşısını almaq üçün, nə bilim, meyvədir, tərəvəzdir, bunlar gec xarab olur, tez xarab olur deyə yaxınına yerləşdirirlər. İtki azalsın deyə, azalmasını qarşısını almaq. Mən indi yazırdım, elə bərabər yazırdım. Mən götürmüşdüm iri istehlak rayonlarında. Ona görə dedim, nəyə? Yəni, nəyi nəzərdə tutdum, onu götürdüm. Şəkəri? Şəkəri, hə. Yox. Bizə şəkər deyil. Şəkəri. Qənadı deyirsə, qənadı filan deyirsə, hə, olursa siz deyəndir. Çox sağ olun. Buyurun. Şəlalə müəllimə 24. Səadət müəllimə, sonra siz oxuyarsınız. Bayaq sizi tapmadı. Hə, bağışlayın müəllimə. Pambıq ixracı ilə fərqlənən ölkələr bu Misirlə Sudan olar da müəllim, yəqin ki. Əkirlər. 25. Cənubi Avropada kənd təsərrüfatının beynəlxalq ixtisasları. Cənubi Avropa müəllim o Pireneya Penin Balkan yarım. Burada da sitrus meyvəçiliyidir. Üzümçülükdür, zeytunçuluqdur. Bu Cənubi Avropa ölkələrinə xas bitkiçilikdir. Çox sağ olun. Səadət müəllimə 26. Bəli müəllim. Bir dəqiqə. Hə. Dəmiyə əkinçiliyi adlanır. Dəmiyə əkinçiliyi suvarmadan istifadə olunmur. Burada demək bura nədir? İxtisasxana yolu ilə əkinçiliyi. Əkinçiliyin suvarma yolu ilə inkişafı xeyir. Bitkiçinin süni yağış və ya qurğulardan İki variantı mənim. Suvarda olmadan becərməsi düzdür. Davam edək. Kənd təsərrüfatının inkişafının intensiv yolu, intensiv yəni müasir texnika, texnologiya və kimya sənayesinin istifadədir. Əkin sahəsinin genişləndirilməsi xeyr, bu deyil. Əkin sahəsini genişləndirmək, yenə də bu B-də deyil. Yeni müəssisələrin tikmək və işçilərin sayını artırmaq, bu da deyil. Əkin sahələrini genişləndirmədən heyvanların sayının çoxaltmadan
məhsuldarlığının artırılması. İstehsalının artırılması. Yeni texnologiyanı tətbiq etmədən, D variantıdır müəllimə. Bəli, bəli. İntensiv yol. 27. D. 28. 28. Bəli, bir dəqiqə. Əkin sahələri dəniz dayazlığının nədir? Əkin sahələrini dəniz dayazlığının və səhraların hesabına genişləndirən müvafiq ölkələr. Dəniz dayazlığı ilə Yaponiya idi, Niderlandiya idi, Belçika idi, müəllimə. Bir də nədir bu? Səhralardakı ərəb ölkələrdir. B variantı müəllimə. Bəli, bəli. 28 B variantı. 29. 29-a keçək. Kənd təsərrüfatının ixtisaslaşdırılmasına daha çox təsir edən amillər. İxtisaslaşmasına demək, torpaq iqlim xüsusiyyətləri, təbii şərait, təbii yem bazası Y variantı. 29 Y variantı. 30-a keçək. Kənd təsərrüfatının inkişafına bir dəqiqə. Necə oldu? Kənd təsərrüfatının inkişafına mənfi təsir göstərən amillər. Demək, mənfi təsir göstərən. Müəssisələrin istehlakçıya yaxınlığı, işçi qüvvəsinin artıqlığı mənfi təsir göstərən, istehlakçıya yaxınlığı. Əhalinin sıxlığı intensivləşən yüksək dağ çəmənliklərinin geniş sahə tutması, rütubətlik əmsalının vahidə yaxın olması bu deyildir. Nəqliyyatın zəif inkişafı, suvarma əkinçiliyinin üstünlüyü, quru və soyuq iqlim, kəskin meyilli yaması. Y variantı müəllimə. Bəli, bəli. Mənfi təsir göstərir də bunlar. Nərgiz müəllimə 31. Yarımsəhra və quruçul iqlim tipi şəraitində yaradılan təsərrüfat sahələri. Deməli, B-də yay otlağı olmaz, arıçılıq. A variantı pambıqçılıq, qoyunçuluq, qış otlaqları və üzümçülük. Mülayim kontinental iqlim tipi olan ərazilərdə yayılan təsərrüfat sahələri. A-da çəltikçilik olmaz, B-də pambıqçılıq olmaz, C-də çayçılıq olmaz, Y-də də çayçılıq. D variantı taxılçılıq, kartofçuluq, südlük, ətlik, maldarlıq. Bəli, mülayim kontinental. Monokultur təsərrüfat dar ixtisaslı kənd təsərrüfatıdır. Bəli, monokultur. 33. 34. Polikultur təsərrüfatın mahiyyəti və onun səciyyəvi olduğu ölkələr. Bu da çox sahəli idi, inkişaf etmiş ölkələr üçün səciyyəvi idi. Onlar C variantı İtaliya, Almaniya, Fransa. Kənd təsərrüfatı torpaqların meliorasiyasına aiddir. Meliorasiya meşələrin qırılması olmaz, daşların yığılması olmaz. Y variantı suvarma, gübrələmə, meşə qoruyucu zolaqların salınması. Meliorasiya. Çox sağ olun müəllimə. Həyatçı müəllimə 36. Monokultur təsərrüfata malik olmayan ölkələr. Monokultur nə idi? Dar sahəli. Malik olmayan Mali, Almaniya, Kolumbiya, Kanada, Braziliya. Malik olmayan Rusiya, Qana, Fransa. Monokultur Y variantı Almaniya, Fransa, İtaliya. Bəli, və onlar da polidir. Düzdür. 37. Düzdür bu. Bəli. Elə bilirəm deyirsiniz düzdür. Düzdür. Dünyanın böyük çəltik istehsalı regionları bu Şərqi Asiya, Şimali Asiya. D variantı Şərqi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya. Düzdür. 38. Çəltikçiliyin inkişafında əsas rol oynayan amil
mülayim iqlim deyil, rütubətli, isti əmək ehtiyatları, rütubətli və isti subtropik iqlim, tropik iqlim, suvarma, yeyinti və sənəd günəş radiasiyası. Quru kontinental iqlim, günəş radiasiyası, emal müəssisələri, suvarma. D variantı. Yox, D ya E. D. E. Əslində ikisi də deyil. Nətər? İkisi də deyil. İkisi də deyil. Bəli. Onda B-dir. Rütubətli və isti iqlim, Bəli, suvarma, bəli. əmək ehtiyatları. Dedi ki, çəltiyin ayağı suda, başı günəşdə. Ayağı suda, başı günəşdə. 39. Qəhvə, kətan və zeytun istehsalı üçün daha əlverişli olan müvafiq iqlim qurşaqları. Qəhvə tropik, kətan mülayim, zeytun subtropik deyil. Belə variant var. Subekvatorial. Mülayim, subekvatorial. Qəhvə tropikdə, kətan mülayimdə, zeytun da subekvatorial olur da, onda B variantı. Aynen. Subekvatorialda zeytun ekilərmi heç? Subtropik değil, subtropik. Qəhvə subekvatorial, tropik də ola bilər. Amma əsasən subekvatorialdır da, Braziliyadır, nə bilim, Hə, Kubadır. E variantı. E Bəli, variantı. bəli, Subekvatorial, mülayim, subtropik. bəli. 40. Burada baxaq. Yaşıl inqilab prosesinin səciyyəvi xüsusiyyəti. İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatında əkin sahələrinin artırmaqla bu olmaz. İnkişaf etməkdə olan ölkələrdə yeni, daha məhsuldar bitki sortlarının mütərəqqi texnika və texnologiyaların tətbiqi ilə artırılması elə budur, B variantı. Bəli, bəli. Tamamilə doğru. Gülyanaq müəllimə gəldi. Görünmürəm burada. Görsənmir. Onda Nərgiz müəllimə siz oxuyun. Həm şəkər qamışı, həm şəkər çuğunduru becərən ölkələr ABŞ, Çin olardı, sahəsi də böyükdür. ABŞ, Çin. Bəli. Terraslaşdırılmış çəltikçiliyin inkişaf etdiyi ölkələr. Çəltikçilik. Və Kanada olmaz, Yaponiya olmaz, Böyük Britaniya olmaz. Bir dəqiqə. Hindistan olmaz, Kanada olmaz, Belçika olmaz, Yaponiya, Filippin. Düzdür. İnkişaf kənd təsərrüfatının birbaşa asılı olan sənaye sahələri. Kənd təsərrüfatından birbaşa. Kimya olmaz, maşın. A variantı, yeyinti və yüngül. Bəli, tamamilə necə deyim, xam malını o sahələr verir. Suvarılmadan aparılan əkinçilik adlanır, dəmiyə əkinçiliyi. Ölkənin kənd təsərrüfatı əsasən bir sahə üzrə ixtisaslaşması, bir sahədirsə bu monokultur. Düzdür. Səadət müəllimə 46. Bəli, müəllimə. Bir dəqiqə. 46. Hə. Torpaqların suvarılması adlanır. Nədir? İrrigasiya. Bəli, sürünə suvarma. Torpaqların irrigasiya adlanır. Torpaqların məhsuldarlığını artırmaq üçün görülən tədbir sistemi adlanır. Nə torpaqın məhsuldarlığını? Terraslaşdırmadır müəllim. Orada elə bir ki, Yaponiyada falan da bir dəqiqə aşınma. Bəli, sulanma. Yox, meliorasiya. Sulanmış torpaqların yuyulması. Düzdür. 48-ə baxaq. 48. Pambıq becərilən əsas iqlim
qurşaqları. Pambıq subtropiklə tropikdədir, müəllim, elə deyil. Bir dəqiqə. Tropik A bəndi. Hə, tropik A'dadır. Dünya bazarına qarğıdalı çıxaran əsas ölkələr. ABŞ-la Argentina. Tamamilə doğru. 50'ye baxaq. Baxaq. 50. Kətan bitkisi əsasən hansı düzənliklərdə bizir? Şərqi Avropada olacaq. C variantı. Düzdür. Çox sağ olun Mərvə. Siz də sağ olun. Şəlaləmin mi 51? Avropada zeytun, üzüm və sitrus meyvələri becərələn region. Bayaqda düşmüşdü müəllim, Cənubi Avropa. Çin, ABŞ, Hindistanın əsas istehsalçıları olduğu kənd təsərrüfatı bitkiləri. Çin, ABŞ, Hindistan. Çin, ABŞ, Hindistan. Mənim A variantı. Birdəki Şəkərqamışı. Bəli. Toxuculuq sənayesi üçün xam mola olan kənd təsərrüfatı bitkiləri. Bunlar da müəllim kətandır, cutdur, nəsə olar. Pambıqdır variantı müəllim. Kətan, pambıq. Yeni dünyadan 54. Yeni dünyadan köhnə dünyaya gətirilən bitkilər. Yeni dünyadan, demək, Amerikadan gəl. Mənim D variantı. Yoxsa qarğıdalı. Hazırtov tutun bəli. Tamamilə doğru. Qarğıdalı. 55. 55. Kənd təsərrüfatının intensiv inkişaf yolu hansı ölkələrin iqtisadiyyatının intensiv hansı ölkələr üçün səciyyəvi deyil? Mənim bu yəqin kasıb ölkələr üçün olar da, Bangladeş, Somali. Bəli, tamamilə doğru. Həyat vermə 56. Suvarma əkinçiliyi inkişaf edən ölkələr üçün ümumi cəhət, suvarma əkinçiliyi inkişaf edən rütubətli əmsal vahiddən yuxarıdır olmaz, yüksək dağlıq rəmiyyə əkinçiliyidir, yüksək coğrafi enlikdə yerləşir. İqlimi isti və quru. D variantı. Suvarma. Kənd təsərrüfatının inkişafına və onun intensivliyinə təsir edən sənaye sahələri. Kənd təsərrüfatının inkişafına yüngül sənaye, dəzgah, qayırma, kimya olmaz, toxuculuq, elektroenergetika olmaz, yeyinti. Bu hansı oldu ki? Baxın, kənd təsərrüfatını təmin edir. Bir, gübrədən kimya təmin edər. Bir də ki, maşın qayırma, o alətlər var, nə bilim, biçən, nə bilim, neyini? E variantı. Traktorlar, hamısı da. Kombayn ağlıma gəlmədi, bəli. Mən də məhsul axtarıram mən də. 58. 58. Dünyada zeytun və üzüm yığımına görə fərqlənən ölkələr, Cənubi Avropa ölkələri, Misir, İrlandiyadan çıxaq. Burada Macarıstan, Kipr, Macarıstan, Əlcəzair, İtaliya, İspaniya, Fransa, İtaliya, İspaniya, Fransa, Bursa, Mərakeş, Türkiyə. D variantı. Bəli, bəli. Cənubi Avropa ölkələri 59. Subtropik və tropik enliklərdə becərilən həm lifli, həm də yağlı bitkidir. Böyümə dövründə isti və rütubət, yetişmə dövründə isə isti və quru hava şəraiti tələb edir. Əkin sahəsinə və məhsul yığımına görə Asiya qitəsi dünyada əsas yeri tutur. Yuxarıdakı fikirlərdən hansı uyğundur? Subtropik və tropikdə becərilir.
çəltik. Böyümə dövründə isti və yerləşmə dövründə isti və quru hava. Pambıq. Bəli, bəli. Tamamilə doğru. Pambıq. 60. Toxuculuq sənayesinin tələbatını ödəyən bitkilər. Toxuculuq. Burada buğdan çıxaq, burada şəkər çuğunduru. Ege, pambıq, kətan. Anlasınız, tamamilə doğru. 60'da da Y. Demək, evdə bu 60'dan 179'a qədər baxırsınız. Qrupa da yazmışam. Bir də heyvandarlıqda da 37 dənə test var. Həmin testləri işləyirsiniz CİM-lə. Sabaha qədər müəllim. Bəli, bəli, sabaha qədər. Dərs